Hörmətli müəllimlər, beynəlxalq təcrübələrə əsaslanan kurslara qoşularaq dünyanın müxtəlif ölkələrində tətbiq edilən metodlardan xəbərdar ola bilərsiniz. Bu kurslar müəllimlərin peşəkar inkişafına töhfə verməklə yanaşı, şagirdlərə daha keyfiyyətli və interaktiv təhsil mühiti yaratmağa kömək edir. Gəlin belə kursların bir neçəsi ilə tanış olaq. İstənilən axtarış brauzerində biz kursun adını yazaraq və ya sizə təqdim etdiyimiz vəsaitdən həmin kursun keçidinə toxunaraq gəlin kursları axtaraq və araşdıraq. Birinci axtaracağımız kurs Coursera kursudur. Gördüyünüz kimi artıq onun adını gördükdən sonra həmin səhifəyə keçid edirik. Coursera kursunun səhifəsini açdıqdan sonra gəlin səhifəni Azərbaycan dilinə tərcümə edək. Səhifə Azərbaycan dilinə tərcümə olunduqdan sonra biz burada nə axtarmaq istədiyimizi, nə öyrənmək istədiyimizi qeyd edək. Gəlin coğrafiya sözünü yazmaqla axtarışa verək. Və coğrafiya bağlı kursların səhifəsinə keçid edək. Gördüyünüz kimi coğrafiya ilə bağlı çox sayda kurslar var və bu kursların içərisində kifayət qədər pulsuz, yəni rahat istifadə edə biləcəyimiz kurslar var. Yəni bunların içərisində bir neçə pullu kurs da var, amma kifayət qədər gördüyünüz kimi azad yazılanlar hamısı pulsuz kurslardır. Biz bu kurslardan müxtəlif universitetlərin, burada gördüyünüz kimi Florida Universiteti var, ondan sonra Manchester Universiteti var, Kaliforniya Universiteti var, Barcelona Universiteti var. Müxtəlif universitetlərin təqdim etdiyi pulsuz kurslardan biz bəhrələnə bilərik. Gəlin kursların birinə daxil olaq. Elə birinci olan yer kürəsi, onun iqlimi, tarixi və prosesləri olan kursa daxil olaq. Kursun səhifəsinə keçdikdən sonra yenə də səhifəni Azərbaycan dilinə tərcümə etməyi unutmayaq. Gördüyünüz kimi burada biz bu kursla bağlı məlumatları görürük. Kurs 5 moduldan ibarətdir. Səhifəyə aşağı düşdükdə biz modulların adlarını görürük. Modullarla bağlı modulların detallarını görürük. Gördüyünüz kimi 15 video var həmin modulun içərisində. Yəni biz burada nə ilə tanış olacaq? Buna bizim nə qədər vaxtımız gedəcək? Gördüyünüz kimi vaxtı da göstərib ki, yəni bu modulu araşdırmaq üçün sizə bu qədər vaxt lazım olacaq. Bundan sonra biz həmin kursa keçid etmək üçün gəlin pulsuz qəbul, yəni buradan qeydiyyatdan keçmək lazımdır. Bunun üçün biz öz adımızı, elektron poçtumuzu və ya özümüzə bir şifrə təyin etməliyik ki, şifrə 8 hərfdən az olmamalıdır. Və ya Google hesabımızla, Facebook və ya Apple hesabımızla biz buradan qeydiyyatdan keçə bilərik. Qeydiyyatdan keçdikdən sonra biz artıq kursun səhifəsinə daxil oluruq və kursdan faydalana bilirik. Coğrafiya fənni ilə bağlı belə kurslar yalnız bu saytda deyil, sizə vəsaitdə verdiyimiz kataloqda gördüyünüz kimi belə kursların sayı çoxdur. Bu kurslardan biri ESRI kursudur, ESRI Akademiyasının kursudur. Həmin kurs bizə çox saylı coğrafiya ilə bağlı deməli kurslar təqdim edir. Bu kurslar içərisində bizə lazım olan xəritə ilə bağlı olan, yəni sizə lazım olan, coğrafiya müəllimlərinə lazım olan xəritə ilə bağlı, bir də coğrafiya informasiya sistemi geniş bir, belə deyək də, coğrafiya müəllimləri üçün təqdim olunan bir xidmətdir. Ondan necə istifadə etmək olar, onu sizə burada öyrədir həmin kurslar. Səhifəyə keçid etdikdən sonra biz xəritə ilə bağlı işlə kursları görürük və həmin kurslardan istifadə etmək üçün eyni, gördünüz burada da azad, yəni pulsuz kurslar var və eyni zamanda pullu kurslar var, eyni zamanda da pulsuz kurslar var. Yəni biz o pulsuz kurslardan rahatlıqla istifadə edə bilərik. Prinsip eynidir, yəni biz burada mütləq nə etməliyik? Həmin səhifəyə daxil olmalıyıq. Səhifəyə daxil olduqdan sonra kursla bağlı materialla tanış olmalıyıq və bundan sonra biz qeydiyyatdan keçmək üçün qeydiyyatdan keç düyməsini sıxmalıyıq və eyni Coursera deməli
saytında olduğu kimi, kursunda olduğu kimi biz özümüzə ya istifadəçi adı, bir də pasport seçməliyik və yaxud da ki, hansısa hesablarımızın birindən Google hesabı ola bilər, Facebook hesabı ola bilər, Apple və yaxud digər hesablardan qeydiyyatdan keçə bilərik. Növbəti saytımız National Geographic saytıdır. Bu saytda da bizə coğrafiya ilə bağlı deməli çoxlu kurslar təqdim olunur. Biz bu kurslardan faydalana bilərik. Prinsip eynidir. Yəni qeydiyyatdan keçmək və kursa qoşulmaq lazımdır. Sonra Open təhsil belə bir kursdur, açıq kurslardır. Hansında ki biz yenə seçə bilərik istədiyimiz kursu, həmin kurs haqqında tam kursun təsvirinə baxa bilərik və həmin kursa qoşula bilərik. Və sonuncu coğrafiya deməli təhsili, onlayn coğrafiya təhsili adlı bir saytdır. Burada da biz coğrafiya ilə bağlı Azərbaycanda tərcümə etdikdən sonra görürük ki, coğrafiya ilə bağlı çoxlu sayda burada deməli həm məlumatlar var, həm webinarlar var. Yəni webinarlardan da istifadə edə bilərik. Digər təqdim etdiyimiz saytlarda webinarlar yox idi, amma burada webinarlar var və eyni zamanda da kurslar var. Həmin kurslardan da biz istifadə edə bilərik. Diqqətiniz üçün təşəkkür edirəm.